Gördüyünüz kimi sizlə Super Bear Adventure oynayırıq. Amma oyundakı bütün yaratıqlar çox sürətlidir. Demək, indi gedək göstərim. Birinci bölümdən başlayırıq. Demək dostlar, gəldim. Baxın. Görürsünüz, hələ mənə yaxınlaşmayıb. Sürətinə baxın. Ay, yavaş, yavaş. Burada. Deyəsən yox. Ay. Ay, mən öldüm. O yox mu? O yox oldu. Deyəcəydim. Ayda. Buradan indi bir saat çıxmaq var. Mən dostlar, gəl mobillərini də göstərim. Buradan çıxa bilsəm də təbii ki. Ən pisi dovşanlardır. Çünki bir dəfəlik gölün üstündən tullanırlar deyəcəkdim. Amma deyənmədim. Oha. Yavaş. Dovşan sarmaq istəyirəm, arı gəlir. Arı yaxşı. Gəbərtdin. Dostlar, bildiyiniz kimi bossları zaten işin olmur. Keçək qarlı yerə. Mən dostlar, gəldim. Mən dostlar, gəldim bura. Baxın. Mən maraqlı görüm, bunların sürətləri yox, atmır. Amma şeykləri yaxşıdır. Yavaş. Bu belə keçmək olur. İndi buranı. Neyse dostlar, buradan gördünüz marallarının pingvini. Keçək indi çölə. Demək dostlar, gəldim çölə. İndi buradakilərə baxaq. Yəqin ki, yenə uçacaqlar, sürətli olacaqlar. Dostlar, nəyəm belə bax kimi nəsə oldu? Maşın belə üstümə yıxılanda belə olurum. Demək, baxaq. Böyle boyları böyüməyəcək bunu. Qabaqdan çıxır. Başdan çıxmaq yerinə. İki qat sürətimizdədirlər. Buna necə minimum?
Burada görək və tülkülər. Tülkülər yəqin ki çox sürətli olacaq, çünki onlar onsuz da sürətlidirlər. Oha, maşınla mənzil. Bir canım qalıb. Neysə, 2 saniyə canlanına bilirəm nə yaxşı. Çıxdıq bura, buradan bura. Pardon. Qumları da gördük. Timsahların sürətinə baxıb görək. Buradan bir il timsahların belə yanına getmək var ya. Ne dostlar? Oha. Bir dəfəlik dönürlər üstümə. Otomatik öldürürəm ki. Biri helikopter kimi ətrafımda fırlanır. Nerede? Nerede? Şunlarla bir dəfə üstümə. Neyse dostlar, böyük evə keçək. Demək dostlar, burada videomu bağlayıram. İkinci bölümünü də çəkəcəm. Mən niyə səs bağlayıram? Çünki mən bu mikrofondan çəkirəm deyə tabletimin beyni götürmür. Ona görə də belə bağlamalıyam. İkinci bölümünü çəkəcəm. Çox olanda qoymur video. Keçən dəfə 20 dəqiqəlik video qoymuşam. 5 gündür hələ heç işləməyib. Sağ olun dostlar.